Bismillahirrahmanirrahim. Əziz və dəyərli müsəlmanlar, Peyğəmbərimizin zövcələrinə qarşı olan hörməti, onlara ehtiram göstərməsi və onların qayğısına qalması. Ayşə radiyallahu anh deyir ki, məndir Peyğəmbər s.ə.v-in zövcələri içərisində, qadınları içərisində Xədicə radiyallahu anhəyə qarşı qısqanc olduğum qədər heç bir qadına qarşı qısqanc deyildim. Xədicə radiyallahu anhəyə qarşı olan qısqanclığımın səbəbi isə Allah Resulü s.ə.v-in onun adını tez-tez zikr etməsi, onu daima xatırlamasına görə idi. Halbuki, Peyğəmbər s.ə.v mənimlə evlənməmişdən 3 il əvvəl o dünyasını dəyişmişdi və mən heç onu görməmişdim və mən Xədicə radiyallahu anhə heç görməmişimdir. Rasulullah s.ə.v tez-tez belə deyərdi. İnsanlar məni inkar etdiyi zaman o mənə iman gətirdi. İnsanlar məni yalan saydıqları zaman o məni təsdiq etdi. İnsanlar məni məhrum buraxdıqları zaman o məni malı ilə dəstəklədi. Allah heç bir qadından mənə övlad vermədiyi zaman onun vasitəsilə mənə övlad bəxş etdi. Allah Resulü s.ə.v bir şey ikram edildikdə, hədiyyə olunduqda, sədəqə olaraq qoyun, heyvan kəsdikdə Peyğəmbər s.ə.v belə buyurardı. Bunu filan qadına götürün. Bunu filan qadına verin. Çünki o, Xədicə radiyallahu anhənin yoldaşı idi. Bu qədər çətinliklərə, sınaqlara, əziyyətlərə baxmayaraq öz əhli ilə necə də gözəl rəftar edirdi. Buna heyrət etməmək olmur. Peyğəmbər s.ə.v-in 11 xanımı var idi. Bunlar möminlərin anaları adını daşıyırdı. Vəfat etdikdə 9 xanımı həyatda idi. Və bu qadınların da başqalarına ərə getmələri də qadağan idi. Peyğəmbər s.ə.v yaşlı, dul, gücsüz qadınlarla evləndi. Ayşə radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v səfərə çıxmaq istədiyi zaman xanımları arasında püşk yatardı. Və püşk hansına düşərdisə, o da səfərə çıxardı. O xanımlarının hər birini bir gün və bir gecə ziyarət edərdidir. Və hər birinin də haqqını verərdi. O xanımlarını ibadətə sövq edər və bu xüsusda da onlara yardım edərdi. Taha surəsində Allah Taala buyurur, əhlinə namaz qılmağı əmr et. Özün də ona səbirlə davam et. Biz səndən ruzi istəmirik. Əksinə, ruzi verən də bizik sənə. Allah Resulü s.ə.v gecə ibadətlərini etməyə və bu xüsusda bir-birlərinə yardımcı olmaqlarına çox təşviq etmişdir. O qədər ki, xanım öz ərinin, ər də öz xanımının üstünə su səpəcək qədər. Və Peyğəmbər s.ə.v gecə ibadətinə durmağı da öz ümmətinə əmr etmişdir, tövsiyə etmişdir. Əbu Hureyra radiyallahu anh deyir ki, Peyğəmbər s.ə.v belə buyurdu, deyir. Allah rəhm etsin o kimsəyə ki, gecələr namaz qılmaq üçün durar və öz xanımını da, öz yoldaşını da oyadar. Əgər yoldaşı durmazsa, onun üzünə su çiləyər. Allah rəhm etsin o qadına ki, gecələr namaz qılmaq üçün ayağa qalxar və ərini də oyadar. Əgər əri oyanmazsa, onun üzünə su çiləyər. İxlasla.com saytı tərəfindən təqdim olundu.